Salamlar dostlar. Bugün sizinlə bərabər bitki orqanları, gövdə, yarpaq, zoğun şəklinin dəyişmələri haqqında məlumatlar verəcəm. Gəlin başlayaq elə. Bitki orqanları haqqında məlumat verək. Yazırıq. Bitki orqanları 2 hissəyə ayrılır. Vegetativ. Bir dəqiqə. Vegetativ və generativ. İki hissəyə ayrılır. Generativ, vegetativ. Generativə aid deyə bilərik ki, məsəl üçün çiçək, toxum və meyvə. Sonra deyə bilərik ki, vegetativə aid deyə bilərik nə? Kök. Sonra deyə bilərik gövdə. Sonra deyə bilərik yarpaq. Gördünüz kök, gövdə, yarpaq haqqında bugün sizinlə danışacağıq. Bunları silək. İlk öncə bunları belə silək. Aha. İlk öncə sizinlə nə haqqında danışaq biraz? Danışaq sizinlə bugün nə haqqında? Biraz vegetativ orqanlar haqqında danışaq. Vegetativ orqanlar bitkinin böyüməsində, inkişafında və digər həyati proseslərdə iştirak edir. Amma generativ orqanlar isə bitkinin çoxalmasında iştirak edir. İndi bunların vacib məqamlarını söylədim. İndi isə kök haqqında danışaq. Kök haqqında. Kökün 5 hissəsi var. Onların birincisi kök üskülü. Kök üskülü. İkincisi isə bölünmə. Sonra böyümə. Sonra isə 2 dənəsi qaldı. Dördüncü sorucu. Beşimiz ötürücü var. Aha. Bunlardır. Biz deyirik ki, nə? Kök üsküylüyünün funksiyaları var. Kökün uc hissəsi 2 hissəyə ayrılır. Bunu belə deyək, rəngimizi dəyişək. Deyirik ki, nə idi? Birincisi yazaq. Kökün uc hissəsini qorumaq. Ay, bir dəqiqə üzrlü sayın. Kökün neyləmək? Uc hissəsini qorumaq. Bu birinci hissəsi. İkinci hissəsi isə kökün torpağa daxil olmasını asanlaşdırmaq. 2. Kökün torpağa daxil olmasını
Asanlaşdırmaq. Deməli, nə dedik? Kök üsküylüyünün üsküylüyünün funksiyaları nə idi? Kökün üç hissəsini qorumaq, bir də ki, kökün torpağa daxil olmasını asanlaşdırmaqdır. Biz indi nə edəcəyik? Bir də var ki, sizə köklər neçə hissəyə bölünür? Köklər 3 hissəyə bölünür. Biz indi bunu yaşıl rənglə yazaq. 3 hissəyə bölünür. Bunların birincisi nə ola bilər? Birincisini yazırıq əsas kök. Əsas kök. Əlavə kök. Əlavə kök. Və yan kök. Biz indi biraz rəngimizi dəyişək və bunların mənaları nədir? Onlar haqqında danışaq. Deməli, əsas kökün mənası nədir? Əsas kökün mənası toxumdan inkişaf edir. Yazaq ki, toxumdan inkişaf edir. Neyinir? Əsas kök toxumdan inkişaf edir. Toxumdan inkişaf edir. Əlavə kök gövdə və yarpaqlardan inkişaf edir. Və nədən? Gövdə və yarpaqlardan. Yazın ki, yarpaqlardan, yəni inkişaf edir. Yan köklər isə əsas və əlavə köklərdən. Əsas və əlavə köklərdən. Neyinir? İnkişaf edir. Dedik ki, bizim köklər neçə hissəyə bölünür? Əsas kök, əlavə kök və yan köklərə bölünür. Yəni 3 hissəyə bölünür. Biz indi başqa nə haqqında danışacağıq? Orqanizmin təşkili səviyyələri. İndi bunlar haqqında biraz sizə məlumat verim. Bunlar haqqında biraz sizə məlumat verək. Sizə bunlar haqqında nə demək istəyirəm? Bunlar haqqında orqanizmin təşkil səviyyələri, hüceyrə, toxuma, orqanizm. Bir dəqiqə. Hüceyrə, toxuma, orqanizm. Və nə? Orqanizm. Orqan və orqanizm. Bir də var ki, bir dəqiqə. Orqan və orqanizm dedik. Bir dəqiqə, biraz düzləşdirək. Orqan və orqanizm dedik. Biz indi hüceyrə haqqında biraz məlumat verək. Hüceyrə haqqında nə deyə bilərik? Deyə bilərik ki, canlıların ən kiçik quruluş və funksional vahididir. Nə? Hüceyrə. Toxum haqqında deyə bilərik. Nə? Quruluşuna və mənşəyinə görə oxşar olan eyni funksiyalar yerinə yetirən hüceyrələr və hüceyrələr arası maddədən təşkil olunub. Bir də deyək, quruluşa və mənşəyinə görə oxşar olan eyni funksiyaları yerinə yetirən hüceyrələr və hüceyrələr arası maddədən təşkil olunub. İndi orqan haqqında məlumat verək və orqanizm. Orqan haqqında bir neçə toxuma qrupu birləşərək orqan əmələ gətirir. Bitki orqanları var. Nə deyə bilərik? Bitki orqanları haqqında çiçək, toxum, meyvə, kök, gövdə, yarpaq bunlar bitki orqanlarıdır. İndi isə deyə bilərik nə? Heyvan orqanları, heyvan və insan orqanları, beyin, ürək, mədə, göz, bunlar hamısı heyvan və insan orqanlarıdır.
Yəni nə demək istəyirəm? Heyvanda da olan orqanlardır, insanda da. Orqanizm haqqında məlumat verək. Müxtəlif funksiyaları yerinə yetirən orqanlar sistemindən təşkil olunub. Müxtəlif funksiyaları yerinə yetirən orqanlar sistemindən təşkil olunub nə? Orqanizm. İndi deyirik ki, bitki toxumları. Bitki toxumları çoxdur. Mən 5 dənəsini saya biləcəm. Örtük, əsas, örtücü və törədici. Biz indi deyə bilərik ki, heyvan və insan toxumaları haqqında indi yazsam. Nə deyə bilərik? Deyə bilərik ki, epitel, sinir, birləşdirici və əzələ. Bunları deyə bilərəm sizə. İndi sizə mən birazcıq da kök sistemi haqqında daha da açıq məlumat verək. Kök sistemi. Kök sistemi haqqında məlumat verim sizə. Kök sistemi deyə bilərik ki, iki hissəyə ayrılır. Nəyə ayrılır? Mil və saçaqlı. Mil və saçaqlı. Deməli, bunlar iki hissəyə ayrılır. Deyə bilərik ki, mil köklər nədən ibarət olur? Sual kimi bizə verə bilər. Biz nə deyə bilərik? Deyə bilərik ki, bir dəqiqə. Deyə bilərik ki, əsas üstəgəl nə? Yan köklər. Əsas və yan köklər. Amma bizdən soruşa ki, saçaqlı nə? Saçaqlı nədən ibarət olur? Əlavə, üstəgəl yan köklər. Bir də ki, əsas ya əlavə köklər. Bir də ki, deyə bilərəm ki, ikinci məlumat olaraq əsas kökü olmur. Nəyin? Saçaqlının əsas kökü olmur. Amma milin əsas kökü olur. İndi mən sizə nə deyə bilərəm? Deyə bilərəm ki, kökün funksiyaları. Kökün funksiyaları haqqında danışaq. Kökün funksiyaları nədən ibarətdir? Deyirik ki, bitkini torpağa bərkidir. Yəni bərk olur. Su və suda həll olunmuş mineral maddələr kök vasitəsilə gövdə və yarpaqlara qalxır. Gövdədə, köklərdə ehtiyat qida maddələri toplanır. Məsələn, deyə bilər nədə toplanır? Turp. Adi yediyimiz turp. Çuğundur. Ola bilərmi? Bəli. Çuğundur. Ola bilər. Deyə bilərik ki, nə? Yer kökü. Yer kökü. Sonra nə deyə bilərik? Georgin. Georgin deyə bilərik. Doğrudurmu? Bəli. Bunlar nədir? Köklərdə ehtiyat qida maddələri toplanır. Hansılarda? Bunlarda. Turp, çuğundur, yer kökü və georginlərdə ehtiyat maddə toplanır. Deyə bilərik ki, indi sizə, mən biraz sizə nədən haqqında danışım? Gövdədən. Biraz sizə gövdədən danışaq. Rəngimizi dəyişim. Bir dəqiqə. Yazaq. Gövdə. Biraz sizə mən gövdə haqqında məlumat verim. Gövdə haqqında nə deyə bilərik? Bitkinin kökü ilə yarpaqları arasında əlaqə yaradır. Nə gövdə? Gövdənin quruluşuna görə bitkilər neçə yerə bölünür? 3 yerə. Birincidə nə deyə bilərik? Ağaclar. Ağaclar, kollar və nə deyə bilərik başqa? Otlar. Otlar da gövdəyə aiddir. Deyə bilərik ki, müəllimə, ağaclara aid nə deyə bilərik? Palıd, qoz. Kollara aid nə deyə bilərik? Moruq, itburnu. Bəs otlara aid? Gicitgən deyə bilərik. Gicitgən otdur mu? Bəli. Bəs deyə bilərik başqa? Bağa yarpağı deyə bilərik. Bu da otlara aiddir. Deyə bilərik ki, başqa üzərində yarpaqlar və tumurcuqlar olan cavan gövdə nə adlanır? Bunu mütləq yadda saxlayaq. Zoğ. Zoğ adlanır. Nə dedik? Üzərində yarpaqlar və tumurcuqlar olan cavan gövdəyə zoğ adlanır. Amma nə gövdə? Cavan gövdə. Qırağına yazıram, cavan gövdə.
Cavan gövdə. Silək. Deyirik ki, başqa. Zoğun yarpaq və tumurcuqlar birləşən hissə nə adlanır? Zoğun yarpaq və ya tumurcuq birləşdirən hissə. Yadda saxlayaq. Buğum. Bir də nə? İki qonşu buğum arasındakı hissəyə nə adlanır? Buğum arası. Buğum arası. Nə adlanır? Buğum arası. Amma nə? İki qonşu buğum arasındakı hissə buğum arası adlanır. Amma zoğ və yarpaq tumurcuqlar birləşdirənsə nə adlanır? Buğum adlanır. Bəs deyirik ki, indi bunları silək. Bir dənə sadəcə gövdə qalsın. Dedik ki, tumurcaqların, bunu da silək edə. Deyirik ki, tumurcaqlar yerləşdirməsinə görə iki yer ayrılır. Nəyə? Təpə. Bir də nə? Yan. Təpə, bir də yan. İki hissə ayrılır. Nə? Tumurcuqların yerləşməsinə iki hissə ayrılır. Zoğun təpəyə deyirik indi. Zoğun uç hissəsində yerləşir. Uzana və böyüməsinə, yəni böyüyür. Həm uzanır, həm də böyüyür. Deyə bilər, nə bir də deyək ki, zoğun uç hissəsində yerləşir, uzana böyüməni təmin edir. Yan köklərə aid nə deyə bilərik? Yan köklərə aid deyə bilərik ki, yarpaqla gövdə arasında, yarpaq qotluğunda yerləşir. Ondan sadəcə yan zoğ iştirak edir. Sadəcə yan zoğ ondan iştirak edir. Deyə bilərik ki, inkişaf edir, üzrlü sayın. Ondan sadəcə yan kök, yan zoğ inkişaf edir. Deyirik ki, tumurcuq, bunları silək. Tumurcuq, yazaq. Tumurcuqlar haqqında sizə iki dənə şey deyəcəm. Deyək sizə nə? Deyirəm ki, sizə iki hissəyə bölünür. Vegetativ tumurcuqlar və generativ tumurcuq. Vegetativ tumurcuqlar əgər tumurcuq daxilində rüşeym halında gövdə, yarpaq və tumurcuq başlanğıcı olarsa, yəni vegetativ tumurcuqdur. Generativ tumurcuq isə tumurcuq daxilində çiçək başlanğıcı olarsa, bu generativ tumurcuq adlanır. İndi mən sizə biraz zoğun dəyişməsinin haqqında son məlumatlarımı da verim. Sonra dərsimiz yekunlaşsın. Deyirik ki, zoğun şəkil dəyişmələri. Zoğun şəkil dəyişmələri. Zoğun şəkil dəyişməsi. Neçə yerə ayrılır? Uşaqlar, deyə bilərsiniz ki, müəllimə, zoğun şəkil dəyişməsinə görə iki hissəyə ayrılır. Hansılardır bunlar? Yerüstü, bir də ki, yeraltı. Yerüstü və yeraltı. Düzdürmü? Bəs deyirik ki, müəllimə, yerüstüyə aid nə deyə bilərsiniz? Tikan, it burnudur, tikana aid it burnudur, bığcıq, üzüm ola bilər. Bəs yeraltı nə deyə bilərik? Gövdə yumrusu, kartof deyə bilərik. Sizə belə asan üsul verim ki, soğanaq deyirsiniz. Soğana dağından baxırsınız, soğan var orada. Yəni soğanaq, soğan, kökümsov, çayır. Deyə bilərik ki, bunu yadda saxlayaq. Kaktus kimi bitkilər gövdələrində ehtiyac su toplayır. Görürsünüz ki, uşaqlar, kaktusunu və yaxud da kəsəndə özü yəni sulanır da, içi kaktusdur. Baxaq, bir dənə yaşıl rəngdə çəkək. Məsələn üçün, uşaqlar, bu kaktusdur. Buraları tikandır da, düzdürmü? Bunun içərisində nə olur? Bunun içərisində indi mən göyrəkdə çəkəcəm. Görəm ki, bu sudur. İçərisində nə olur? Bunun içərisində
su olur. Bu kaktusdur və içərisində su olur. Gəlin sizə daha da canlı göstərək. Bunun torpağı olsun. Bir də qab çəkək. İndi başqa biraz məlumat verək. Dedi ki, funksiyaları. Yox. Dedi ki, kaktus kimi bitkilərin gövdələrini ehtiyacı toplayır. Bunu silək. Zoğun şəkil dəyişməsi haqqında da məlumat verdik. İndi biraz da yarpaq haqqında məlumat verək. Yarpaq haqqında qısacası məlumat danışım sizə. Zoqdan inkişaf edən vegetativ orqandır. Nə? Yarpaq. Funksiyaları nədir? Fotosintez, buxarlanma. Yarpaq aya və saplaqdan təşkil olunub. Düzdürmü? Bunu mütləq yadda saxlayın. Dedim ki, yarpaq aya və saplaqdan təşkil olunub. Məsəl üçün deyə bilərik ki, qərənfil, buğda, aloe. Bunlar yarpağı saplağı olmur. Yarpaq saplağı olmur. Bunlarda nə idi? Bir də yadda salaq. Qərənfil, buğda, birdən nə uşaqlar? Aloe. Dedik ki, yarpaq saplağı olmur bunlarda. Bu bitkilərin yarpaqlarında oturaq yarpaqlardır. Bu bitkilərin yarpaqlarına nə adla? Bunların yarpaqları yoxdur. Yarpaq saplağı olmur bunlarda, amma bunlar oturaq yarpaqlar adlanır. Nə adlanır? Oturaq. Nə? Yarpaq. Yarpaq adlanır. Deməli deyirik ki, indi yarpaqların damarlanması. Yarpaq damarlanması. Yarpaq damarlanması. Yarpaq damarlanması. Deyirik neçə hissəyə ayrılır? 2. Hansı hissələrə ayrılır? Paralel və torvari. Deyirik ki, məsəl üçün deyirsiniz ki, paralelə aid nə deyə bilərik? Buğda, qamış. Torvariyə aid nə deyə bilərik ki? Üzüm deyə bilərsiniz. Üzüm torvarıdırmı? Bəli. Çinar deyə bilərsiniz. Torvarıdırmı? Bəli. Palıd deyə bilər. Torvarıdırmı? Bəli. İndi mən sizə sadə və mürəkkəb yarpaqlar, uşaqların ən çox çaşdığı yerlərdir bura. Sadə yarpaqlar hansıdır? Mürəkkəb yarpaqlar hansıdır? Sadə yarpaqlar və mürəkkəb yarpaqlar. Mürəkkəb yarpaqlar. Mürəkkəb yarpaqlar və nə? Sadə yarpaqlar. Deyirsiniz ki, sadə yarpaqlara aid nə deyə bilərik? Məsəl üçün, nə məsələ çəkə bilərik? Deyə bilərəm sizə, uşaqlar. Cökə sadə yarpaqdır. Deyirəm ki, uşaqlar, inci çiçəyi, ya da yazaq toz ağacı. Toz ağacı. Bir çox da deyə bilərik. Məsəl üçün deyə bilərik toz ağacı, cökə, ağcaqayın, inci çiçəyi bunlardır. Nə? Sadə yarpaqlar. Unutmayın ki, cökə ilə toz ağacı, ağcaqayın, inci çiçəyi hamısı nədir? Sadə yarpaqlardır. Və deyə bilər ki, mən mürəkkəb yarpaqları nə deyə bilərik? Akasiya. Nə deyə bilərik sonra? Noxud. Nə deyə bilərik sonra? At şabalıdır, çiyələk.
Başqa bir də ki, atşabalı deyə bilərik. Bunlar nədir? Uşaqlar yaddan çıxarmayın ki, mürəkkəb yarpaqlardır. Noxud, çiyələk görsəz, hamısı mürəkkəb yarpaqlardır. Son məlumatımı da verim sizə. Yarpaq düzülüşü haqqında məlumat verim. Yarpaq düzülüşü haqqında. Yarpaq düzülüşü haqqında 3 yerə bölünür. Növbəli, qarşı-qarşıya və nə? Topa. Bunlar neçə yerə ayrılır? 3 yerə ayrılır. Növbəli, qarşı-qarşıya, topa. Növbəli nə deyə bilərik? Bunlar nədir? Yarpaq düzülüşüdür. Nə deyə bilərik ki, növbəliyə? Deyə bilərik ki, uşaqlar, qulaq asaq, yəni dinləyək. Maraqlı mövzudur. Növbəliyə aid deyə bilərik qarşı-qarşıya, bir də topaya. Növbəliyə deyə bilərik ki, alma. Alma özü növbəlidir. Toz ağacı deyə bilərik. Toz ağacı deyə bilərik. Düzdürmü uşaqlar? Başqa nə deyə bilərik uşaqlar? Deyə bilərik ki, cökə. Cökə deyə bilərik. Düzdürmü? Bəs deyə bilərik ki, uşaqlar, qarşı-qarşı nə deyə bilərik? Yasəmən. Uşaqlar, görmüsünüz ki, yəni hər birimiz yasəmən gülünü görmüşük. Nə rəngdə olur? Açıq bənövşəyi olur. Bir dənə belə yarpağı olur və qarşı-qarşıya olur. Belə də belə şey çəkək. Belə olsun. Buralarda belə içi rəngli olur da, düzdürmü? Yəni hamımız yasəmən gülünü görmüşük. Yo, bənövşə deyəsən. Hə, qarışdırdım bənövşə ilə. Yasəmən gülünü də görmüş. Yasəmən deyəsən qırmızıydı uşaqlar. Üzrlüsən, qarışdırdım. Qarışdırdım mən bənövşə gülü ilə. Amma yenə də qarşı-qarşıya olur. Bəs amma gicikəni görmüşük. Gicikəni hər birimiz, yəni ki, kəndə gedəndə yol qıraqlarında görmüşdük. Belə bir iki ağacdır. Yed otdur, belə. Buraları belə qarşı-qarşıyadır, bax belə. Ürək fasonunda buralarda belə otdur, belə bir xətt çəkilir. Neyinirik? Ona əl vuranda o, elə ki, insanın əlini necə deyirlər? Nəsə deyirlər onu? Nəsə də gecitkən. Qarşı-qarşıya aiddir. Yerini çatmır bu yazma. İndi deyə bilərik ki, nə? Topaya aid nə deyə bilərik? Alıyor. Aliyandır. Aliyan. Alıyor. Olaya. Üzülürsən uşaqlar. Bir şey bu olmasın mı? Yazmayaq. Başqa nə deyə bilərik? Qarğa gözü deyə bilərik uşaqlar. Qarğa gözü. Qarğa gözü. Və sairən. Mən sizə son məlumatımı da verim. Son məlumatım ona aiddir ki, aeroponika nə deməkdir? Torpaqdan istifadə etmədən bitki yetişdirmək üslubudur. Bu bitkilər kökləri havada asılı vəziyyətdə yetişdirilir. Uşaqlar, mən sizə məlumatım bu qədər idi. Yəni, zoğun yer dəyişməsi, yarpaq, sonra sizə kök sistemi haqqında, kökün funksiyaları, gövdə, tumurcuqların yer dəyişməsi, yerləşməsi, bitki orqanları, kök, orqanizm təşkilinin səviyyələri haqqında məlumatlar verdim. Əlimdə olan məlumatları sizə ötürdüm. Məndən bu qədər. Başqa nəyə başa düşmədinizsə, bu dərsimizə aid çata yazarsınız. Sağ olun. İnşallah gələn dərslərimizdə görüşənədək. Sağ olun, salamat qalın.